Salam, bugün ise 7. sinif biyologiyadan biyomüxtəliflik mövzusunun izahını verəcəm. Burada biyomüxtəlifliyə aid şəkillər verilib. Bizdən soruşur ki, sizcə orqanizmlər bir-birindən niyə fərqlənir? Bu orqanizmlər bir-birindən həm xarici görünüşünə görə fərqlənir, həm yaşayış mühitinə görə fərqlənir, həm də qida mənbələrinə görə fərqlənir. Necə düşünürsünüz? Canlıların müxtəlifliyinin nə kimi əhəmiyyəti var? Bir ərazidə müxtəlif canlıların yaşaması, onların həmin şəraitdə müxtəlif qida mənbələrindən istifadə etməsi və yaxud da bir-birinə qidalanmaq üçün maneçilik törətməməsi böyük bir əhəmiyyət kəsb etmiş olur. Bioloji müxtəliflik. Ümumiyyətlə, biyomüxtəliflik nədir? Biyomüxtəliflik yer kürəsində bitkilər, heyvanlar, göbələklər və mikroorqanizmlər kimi bütün canlıların müxtəlifliyidir. Yəni, yer kürəsində müxtəlif canlılar yaşayır, bitkilər, heyvanlar, göbələklər və mikroorqanizmlər. Yüksək biyomüxtəlifliyə malik olan belə ki, ərazilərə biz tropik meşələri və mərcan liflərini misal göstərə bilərik. Baxın, mərcan lifləri, burada artıq yüksək biyomüxtəliflik var. Deməli, və yaxud da tropik meşələrdə də yüksək biyomüxtəlifliyə rast gəlinir. Yəni, həmin ərazidə yaşayan müxtəlif canlılara rast gəlinir. Daha çox sayda müxtəlif canlılara rast gəlinir, belə deyə bilərik. Bir də var ki, az biyomüxtəlifliyə malik olan sahələr hansılardır bunlar? Məsələn, səhra. Səhrada bitki və heyvan sayının azlığı və s. və yaxud da qütub ərazilərini misal göstərə bilərik. Ekvatordan da uzaqlaşdıqca və hündürlük artdıqca biyomüxtəliflik azalır. Yəni, az sayda bitkilər yüksək hündürlükdə yaşamaq üçün uyğunlaşıb və bitkilərin sayının azlığı da heyvanların yaşayış yerlərinin müxtəlifliyini məhdudlaşdırır. Bilirik ki, bir çox heyvanlar bitkilər vasitəsilə qidalanır. Daha sonra burada cədvələ diqqət yetirsək, dəniz səviyyəsindən hündürlüyün artması və ekvatordan qütublərə doğru coğrafi en dairəsinin artması istiqaməti verilib bizə. Görürük ki, hər iki tərəfdə də ilk olaraq rütubətli tropik meşə nəzərdə tutulub şəkillərdə. Nəyə görə? Çünki rütubətli tropik meşədə daha çox biyomüxtəlifliyə malikdir. Ona görə də birinci olaraq ekvatordan qütublərə doğru coğrafi en dairəsinin artması istiqamətində də həmçinin dəniz səviyyəsindən hündürlük artması istiqaməti ilk olaraq rütubətli tropik meşə verilir. Daha sonra eyni yarpaqlı mülayim meşə, daha sonra iynə yarpaqlı meşə, Alp və Arktik tundrası və buzlaq və qar örtüyünün şəkli verilmişdir. Və 1992-ci ildə Rio de Janeiro'da imzalanmış beynəlxalq müqavilədə müəyyən edildiyi kimi biyomüxtəliflik 3 səviyyədə nəzərdən keçirilir. Birinci, nədir burada? Eyni ərazidə yaşayan müxtəlif növlər. 2. Hər bir növ daxilində olan genetik müxtəlifliklər. Üçüncüsü isə ərazidə mövcud olan müxtəlif ekosistemlər və habitatlar. Ümumiyyətlə, canlıların təsnifatında ən kiçik qrup növdür. Növ anlayışı müxtəlif formalarda təsvir olunur. Ümumiyyətlə, növ nədir? Növ çoxala bilən, nəsil əmələ gətirmək üçün bir-biri ilə sərbəst cüstləşən oxşar canlılar qrupudur. Misal verib burada, məsələn, kəpənək və zəncirotunun müxtəlif növlərinə rast gəlinir. Bir növün fərdləri adətən təbii olaraq digər növün fərdləri ilə cüstləşib çoxala bilən, nəsil əmələ gətirə bilmir. Yəni, bir növ başqa bir növlə cüstləşib nəsil əmələ gətirə bilmir. Bir növ başqa bir növlə. Yada saxlayaq. Daha sonra növ müxtəliflikdən danışır. Burada nə deməkdir növ müxtəliflik? Məsələn, deyir ki, müəyyən bir ərazidir. Həmin ərazidə 20 quş növü var və 5 kərtənkələ növü var. Başqa bir adada isə 20 quş növü var, lakin kərtənkələ növü yoxdur. Hansı adada növ müxtəlifliyi çox olacaq? Əlbəttə ki, birinci adada. Çünki birinci adada həm 20 quş növü var, həm də 5 kərtənkələ növü var. Amma ikinci adada artıq 5 kərtənkələ növü, ümumiyyətlə kərtənkələ növü yoxdur. Ona görə də birinci adada növ müxtəlifliyi daha çoxdur. İndi danışaq biz genetik müxtəliflikdən. Nə deməkdir genetik müxtəliflik? Genetik müxtəliflik növlər arasındakı fərqlərlə yanaşı, eyni növün fərdləri daxilində olan müxtəlif dəyişkənliklərdir. Məsələn, bizə burada kəpənəyin şəkli verilmişdir. Bu kəpənəklərin genetik müxtəlifliyi qanadlarının müxtəlif rəng və naxışlarında əks olunur. Yəni, hər bir kəpənək burada qanadının quruluşuna görə, naxışına görə, formasına görə bir-birindən fərqlənir. Axı, bir kəpənək növüdür, amma görürsünüz ki, qanadlarında fərqliliklər meydana çıxıb. Növün fərdləri arasındakı bütün fərqlərin səbəbi onların müxtəlif genlərə malik olmasıdır. Orqanizmlərin sahib olduqları əlamət və xassələrin əksəriyyəti genlər vasitəsilə, ümumiyyətlə əlamət gen vasitəsilə bir nəsildən digərinə ötürülür.
Bəzi əlamətlərdəki müxtəlif mühit amillərinə də asılıdır. Məsələn, iki ağac bitkisi eyni genlərə sahib ola bilər. Aha, bununla belə biri daha çox su və ya işıq aldığı üçün digərindən daha yaxşı inkişaf edə bilər. Yəni deyək ki, iki ağac götürək, hər ikisi eyni genlərə sahibdir. Amma bir ağac növü daha çox su, daha çox işığa olan tələbatını ödədiyinə görə digər ağac növündən daha yaxşı inkişaf edib bar verə bilər. Aha, yəni fərqlilik meydana çıxa bilər. İndi baxaq ekosistem müxtəlifliyindən. Nədir ekosistem müxtəlifliyi? Müəyyən bir coğrafi ərazidəki ekosistemlərin fərqliliyidir. Biz bilirik ki, biz ekosistemi ayırırdıq quru ekosistemi, bir də su ekosistemlərinə. Yəni ekosistem müxtəlifliyi həm quru, həm də su ekosistemlərini və biomların da nəzərdə tutur. Hər bir ekosistem digər ekosistemlə əlaqəli olduğuna görə bir ekosistemdə baş verən dəyişiklik digər ekosistemə də öz təsirini göstərir. Yəni ekosistemlər biz deyirik ki, bir-biri ilə əlaqəlidir. Aha, bir ekosistemdə baş verən dəyişiklik digər ekosistemə də öz təsirini birbaşa göstərmiş olur. Düşün, müzakirə et, paylaş. Aha, izahını. Necə düşünürsünüz? İqlim dəyişikliyi biomüxtəliflikdə hansı rol oynayır? Əgər iqlim dəyişikliyi tutan kəskin bir iqlim dəyişikliyi oldu, bəzi növlər yaşadıqları mühiti tərk edə bilir, bəziləri isə bu iqlim dəyişikliyinə belə deyək, uyğunlaşa bilməyib, məhv olub gedə bilər. Aha, habitatda biomüxtəlifliyin öyrənilməsi müəyyən habitatda hansı canlı orqanizmlərin və nə qədər olduğunu bilmək istəyəndə onların hamısını sayma mümkün deyil. Bunun əvəzinə populyasiyanın nümunə adlanan daha kiçik bir sahəsində canlıları saymaq ideal üsullardan biridir. Bu məqsədlə bitkilərin və ilbizlər kimi az hərəkətli heyvanların müxtəlifini öyrənmək üçün biz kvadrat adlanan nümunə götürürük. Kvadrata baxın. Kvadrat adlanan nümunə götürürük. Kvadrat adətən belə deyək, metal, taxta və yaxud da plastikdən hazırlanır. İstifadə etdiyiniz kvadratın ölçüsü nümunə götürülən populyasiyadakı fərdlərin ölçüsündən asılı olmalıdır. Məsələn, məktəb bağçasında bitən bitkiləri saymaq üçün tərəfləri 10^5 və ya 1 metr uzunluğunda kvadratdan istifadə etmək olar. Məsələn, habitatların əksəriyyətində xüsusilə bitki örtüyünü faizlə qiymətləndirərkən iri kvadrat əvəzinə kiçik kvadrata bölünmüş çərçivələrdən istifadə etmək daha asandır şəkildekindən danışır burada. Aha. Biomüxtəlifliyin əhəmiyyətinə baxaq. Ümumiyyətlə ekosistemlərdəki dəyişikliklər orada yaşayan orqanizmlər üçün çox böyük nəticələrə gətirib səbəb ola bilər. Bəzən orqanizmlər bu dəyişikliklərə uyğunlaşa bilir. Onlar başqa qida mənbələri və yaxud da dəyişikliyə deməli sığıncaq tapa bilirlər, başqa yerə köç edə bilirlər. Əks təqdirdə onları qorumaq üçün tədbirlər görülməsə, bu canlıların sayı azalar, nəsli tükənər və s. Hər hansı canlının itirilməsi biomüxtəlifliyə böyük təsirini göstərir. Ona görə də müxtəlif habitatlarda yaşayan insanlar həyatı üçün çox qiymətli olan bitki və heyvanları mühafizə etmək vacib şərtlərdən biridir. Çünki bir çox dərman və digər məhsullar bitki, heyvan və mikroorqanizmlərdən əldə olunur. Ona görə də hər hansı bir növün tükənməsi, nəslin tükənməsi yer kürəsi üçün böyük fəsadlara gətirib çıxara bilər. Həmçinin də biz bitkilərdə nə edirik? Qida və xammal kimi resurslarla insanları təmin edir. Aha, öyrəndiklərinizi tətbiq edin. Öyrəndiklərinizi tətbiq edəndə deyir ki, şagirdlər yalnız iki sahədəki biomüxtəlifliyi qiymətləndirmək və eyni yarpaqlı bitkiləri müqayisə etmək üçün tədqiqat aparırlar. Nəticələr aşağıdakı cədvəldə qeyd olunub. Aha, bitkilər verilib bizə zəncir otu, C ərazisində 10 kvadratdan cəmi 69, D ərazisində 10 kvadratdan cəmi 75, yonca C ərazisində kvadratdan 49, D ərazisində 10 kvadratdan cəmi 42 və s. belə davam edir. Deyir ki, müzakirə edin. Hansı ərazi biomüxtəliflik baxımından daha zəngindir? Aha, D yoxsa C baxaq. Biz baxaq görürük ki, burada D ərazisində məsələn boyma dərən 0-dır. Daha sonra xaçgülü də 0-dır. Amma C ərazisində 0-a bərabər olan yoxdur. Ona görə də C ərazisində biomüxtəliflik daha çoxdur. Sonra deyir ki, sizcə nə üçün hər iki ərazi üçün eyni üsuldan istifadə etdilər? Çünki bu bitkilərə baxanda görürük ki, çəmənli bitkiləridir. Ona görə də 10 kvadratla onların sayıları tapmaq mümkündür. Öyrəndiklərinizi biomüxtəliflik nədir? Fikrinizi əsaslandırın. Biomüxtəliflik müəyyən ərazidə yaşayan növ müxtəlifliyidir. 2. Ekosistemlər bir-birlərinə necə bağlıdır? Fikrinizi əsaslandırın. Ekosistemləri biz ayırdıq iki qrupa: su ekosistemləri və quru ekosistemləri.
Elə heyvanlar var ki, quruda yaşayır, qidalanmaq üçün suya gedir və yaxud da suda yaşayır. Heyvanlar qidalanmaq üçün quruya gedən heyvanlar, yəni su və quru ekosistemlər bir-birlə əlaqəlidir. Aha, daha sonra bir növ nadir və ya nəsli kəsilmək təhlükəsi altında olarsa, ekosistem və qida zəncirlərində nə baş verir? Biz demişik ki, hər hansı bir növün sayının azalması və yaxud da nəslin tükənməsi yer kürəsi üçün də, insanlar üçün böyük fəsadlara gətirib çıxara bilər. Ona görə də hər bir növ bizim üçün qiymətlidir. Hər bir növü qorumaq lazımdır ki, nəsli tükənməsin, hər hansı bir fəsadın qarşısını almaq lazımdır. Bugünkü izahımız bura qədər. Sağ olun.